Gəlin yeni il üçün açılmış yarmarkaları ucuz və bahalı olaraq qarşılaşdıraq. İndi də gəlin baxaq dolu tost necə yeyilir. Sağlam. Bunu düzəldirlər, sonra evdə bəyənmirlər. Birincisi bunun həqiqətən özəl sosu var. Bu bir. İkinci məsələ odur ki, burada hər ingredienti eyni vaxtda götürməyə lazımdır. 3, Nuş olsun. 2, 1, nuş olsun. Nuş olsun. Hər dadanda bir ingrediyentini dadlayar. Benim telefon çalıyor, bir dakika. Xeyirli olsun, həqiqətən süper iyi. Bəyəndiyinə sevindim. Bacarmalısın, ne qardaşlar. Sən də potensiyalı mən hiss edirəm ki, sən bunu qırmalısın. Mən də anlatacağım ki, potensiyalı. Bir də garantiyam var. Və dayı sonda dedi ki, şarları yox, taxtaları 3 dəfə vur, sənə oyuncaq verim. Təxmin edin nə oldu? Bahalı yeni il yarmarkasının stendləri çox maraqlı olsa da işıqlandırma və rənglər çox sadə qalmışdı. Ona görə də 8 bal verirəm. Və indi gəldik ucuz yeni il yarmarkasına. Burada rənglər və işıqlandırma möhtəşəm idi. Hətta özümü Avropada hiss eləyirdim. İndi də keçək stendlərə. İlk olaraq fish and chipsi yoxlayırıq. Burada maraqlı belə soslar veriblər. Yoxlayıram. Qaqaşın dediyi kimi yerli balıqdır. Zordur. Ay, 3 şans getdi ha. Ay, niyə elə oldu? Bax, təbrik edirəm. Dünyanın ən bomba eğimi. Bizi Zəif bizi oyuncuları. əskəriyə aparmasınlar.